Mərkəzi Bankın sədri Taleh Kazımov deyir ki, mən narahatam. Nə vaxt ki bu banklar arasındakı rəqabəti düzəldəcəm, onda da özümü rahat hiss edəcəm. Ümumiyyətlə, tənzimləyici qurumun rəhbəri banklar arasındakı rəqabəti normal görmür. Bunda haqlıdırmı? Haqlıdır. Çünki dominant mövqe sərgiləyən banklar digər bankların faizlərinə təsir göstərə bilir. Onların qoyduğu faizlər digər banklara təsirsiz ötüşmür. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bildirir. Bugün Mərkəzi Bank mətbuat konfransı keçirib və məni dəvət etməyiblər. Niyəsini bilmirəm. Əslində mətbuat katibi Namiq Əliyevlə də çox gözəl münasibətimiz var. Düşünürəm ki, dostluq münasibətimizdə, professional olaraq iş münasibətimiz də çox normaldır. Hər dəfə soruşanda deyir qardaş, üzürlü say, gələn səfər çağıracağam, amma yenə çağırmayıb. Yazmışam, görək nə cavab verəcək, bilmirəm. Amma siz necə düşünürsünüz? Ümumiyyətlə, Mərkəzi Bankın sizcə bu bankların faiz rəqabətinə bir əl gəzdirməsi mütləqdir. Ümumiyyətlə, banklar arasındakı rəqabəti necə görürsünüz?